Dostlar, hamıya salam. Bugün sizinlə Nanul SMR-dir. Deməli, məndən lahmacun, özdən mama özü hazırlayıb lahmacunlar. Burada xiyardır, pomidordur, burada biraz albalıdır və göyərtidir. Açığı göyərti ilə o qədər də sevmirəm və doğamız əlbəttə ki. Amma yəni biraz qoyacağım. Həm də ki, axır vaxtı dəhşət çox passivləşmisiniz. Bu nədir? Yəni küsəcəm. Like eləyin, rəy yazın, biraz səhifəni qaldıraq. Yəni artıq 10.000 ye, bizə passivləşmək olmaz. Ona görə məni sevənlər çox xahiş edirəm. Like eləyin ki, mən görüm, həvəslənim biraz. Yəni sizin üçün videolar çəkirəm onsuz da ki. Mamanın əllərinə sağlıq. Bu əllərinə sağlıq məsələsini TikTok'da əslində öyrənmişəm. Pomidorum. Pomidor da məndən qaçır. Niyə? Həyat. Mama hər şey bacarır. Mən şokdayım bu qadına. Slaven mətbəxi pişirirlər. İtalyan mətbəxi. Türk, İspan, Alman, Özbək. Narsa uşaqlıqdan da belə böyümüşəm. Azərbaycan, o sözsüz. Uşaqlıqdan da belə böyümüşəm ki, bütün mətbəxləri həmişə yeyirik. Mənə də sual verirlər, siz yəni niyə o qədər mətbəx yeyirsiniz? Nənəm Slavyan olduğu üçün. Onlar da yaşayırdı Tatarlarla, Özbəklərlə. Orada da reseptlərlə hamı xanımlar bölüşürdü. İnternet yox idi axı. Nənəmin də köynə dəftəri var. Nəsrdən nəsrə köçən. Orada nələr yoxdur. Keçən dəfə sizinlə piraşki ilə bölüşmədim. Bir yaşı. Az qala məni asmışdınız. Gələn dəfə pişirəcək, onsuz da ki, dayım gəlir xaricdən. Şükür. Gedəcək gözəl dənizə falan dincəlməyə. Çünki dayım gəlir rahat. Gedəcək ora bura. Sonra xeyir işimiz olacaq onsuz da. Avqustda inşallah. Dayım da mən uşaqlıqdan balaca deyir. Nənəm Nanul, dayım balaca. 28 yaşım var. Hələ də balaca qalmışam. Mən də dayıma dayı demirəm. Mən dayıma ata deyirəm. Öz atama isə papa. Papa qısqanırdı çox. Belə olanda. Çünki əvvəl nənəmgil dayımgillə qalırdı. Daha doğrusu yəni bir yerdə yaşayırdılar, ailə. Kimi bir yerdə yaşayırdılar. Biz onlara gələndə mən gördüm ki, onlar ata deyir dayıma. Mən də başa düşmədən də ata deməyə, mən yenə də deyirəm, mən rus dilli idim. Biz evdə rus dilində danışırdıq hamımız. Onlar ata deyir, mən də ata. Ata. Elə də qaldı məndə ata. Papanın yanına gəldim, papa. Burada da olurum
Hansı bir yığıncaq, kimsə yığılır, mən də deyirəm, ay ata, ay ata. Dayım da deyir, ay balaca, ay balaca. Hamı da çönür, nə baş verir ya. Yadımdadır, dayım qızının xeyri işi idi. Dayım mənə, ay balaca, çay gətir, nəsə bir şey var idi. Tam yadımda deyil. Hamı da mənə döndü, deyir, belə balaca olur. Mən də kablukda. Mənim boyum 1.67-68'dir, üstəlik kabluk giymişəm. Hündür. Dayım da o momentdə stolda başa saldı da necə nətər. Yəni belə işlər. Biraz sizə öz ailəm haqqında qısa bir məlumatlar. Lahmacunlar möhtəşəmdir də. Kimdə belə bir şeylər var? Hansılardakı hamıda elə deyil. Mən oxuyardım, mən maraqlıdır. Və bir dənə qız bir şey yazıb. Salam bacı, necəsən? Yaxşıyam ürəyim. Sən necəsən? Səni sevərək izləyirəm, çox sağ ol ürəyim. 10 aylıq sevgilimlə ayrılandan gündən sonra bir oğlanla tanış oldum. 2 gün danışdım, amma sonra istəmədim. Ona dedim ki, danışmayaq yəqin ki. Dünən sevgilim yazdı, yəni eks barışmaq istədi. Soruşdu ki, ayrı olanda kiminsə danışmışdın. Dedim, hə, amma 2 gün sevgi yox idi, sadəcə tanışlıq. Sonra dedi ki, əslində barışaq deyə yazdım, amma sevməmisən məni, sevsəydin başqasıyla danışmazdın, məni gözləyərdin. Bildim ki, barışmayacaq, yalandan dedim ki, ilk dəfə. Sonra bildim ki, barışmayacaq, yalan danışdım ilk dəfə və dedim ki, zarafat edirdim əslində, amma sən o qızla danışmışdın dedi. Mən dedim, amma sən də o qızla danışmışdın daha doğrusu. Dedi, mən kişiyəm, özümü mənlə bir tutma, dedi, barışmayaq, əvvəlki kimi qalaq. Sizcə bunda günahkar varmı məndə? Günah varmı məndə? Zəhmət olmasa cavab verərdiniz. Ay Allah, bunu oxuyana qədər canımdan çıxdı. Əslində rəyin altında rəylər də var idi insanlar tərəfindən. Ən zəhləm getdiyim söz. Mən kişiyəm, mənə olar. İndi yaxşı eləyib ayrılmısan. Yox. Sən oturub ona gözlə, bu isə kişidir, danışsın. Yəni, məsələn, yox. Allah göstərməsin, kimsə belə gücçə yansıya bir qıza düşsün. Sabah evlənəcək, xəyanət eləyəcək başqa qadına. Və deyəcək, mən kişiyəm, mənə olar. Sən gel qabığı yox. Yeməyi pişir. Sən qadınsa, sən bunu eləməlisən. Demirəm ki, sən düz eləmirsən. Amma o danışıbsa, bu nə deməkdir? Mənə görə münasibətdən münasibətə böyle tez keçib və danışmaq o qədər də qıza görə yaxşı deyil, ha? Kiməsə görə yox. Biraz öz başımı toparlamaq üçün. Amma belə siz ayrılmışsınız. Belə bir çıxmasın. Sən azad insansan. Danışımsa əcəb eləmirsən. Biri var, məsəl üçün sən onunla ştampın ola. Siz bir müddətli dalaşmısınız, sən gedib kimdənsə danışmısan. O başqa məsələdir. Siz ər-arvadsınız, o tamamilə başqa söhbətdir. O sən üzüyü taxıb götürüb belə xoxlanır. Heç barışmadı. Axıra vaxtı bu forslananlar mənə çatmır. Hələ də forslanırım.
Barışmaq üçün yazmışdım, amma gəl əvvəlki kimi qalaq. Qızlar orada düz deyir. Boşluğuna qalıb düşmüsəm, yazıb. Burası elə kişilər nə gözləyir? Sən çürüyəsən, o da gedib kimlərsə danışsın, sən isə çürü ömrü boya. Bu mən kişiyəm, mənə onları gözləyəsən. Yəni deyirəm, özüvə görə gələk danışmazdım. Özüvə görə, yəni münasibət başın sakitləşsin, belə yəni. Amma ki olmaz, yox. Ayrılmışsınız. Sən ki məndə, mən ki məndə, sən ki səndən, qardaş. Necə yəni olmaz? Deyil. Qızlar da xoşbəxt olmaq istəyir. Və deyim, mən kişiyəm, mən olar. Yox, mən 60 yaşıma qədər qartlayım, səni gözləyim. Sən kişisən, sən biraz gəl, sən olar. Bir 50 yaşına qədər gəzərsən, gələrsən, hə? Belələri ilə ailə qurmaq belə qorxuludur. Çünki eyni şey deyəcəklər arvadlarına. Mən kişiyəm, sən sus vəbşi. Nə sən işinəsən yəni. Ya otur mənə döz. Yo. Bu nə tərbiyədir ümumiyyətlə? Oğula yəni belə tərbiyə, nə bilim valla. Bilmirəm. Mənə görə oğula yəni tamamilə başqa tərbiyə vermək lazımdır. Sən kişisən, özü xanım baba dayaq olmalısın. Sən kişisən, öz xanım baba kömək eləməlisən. Sən kişisən, öz ailəmin sahibisin. Bütün problem nə varsa sən həll elə. Sən kişi olmağına baxmayaraq öz xanımına kömək eləməlisən. Eləmələri var hamiləlikdən sonra da, yəni ya operasiyadan sonra belə uzanırlar belə. Kişiyə çox o kömək eləmək istəmir. Nə vaxtdan belə şeylər kişilik olub? Kişilik başqa şeydir ya. Kişilik söz verib sözün üstündə durmaqdır. Kişi öz ailəsinin dayağı olmaqdır. Kişi öz ailəsini atasından yaxşı saxlamaqdır. Qızın atasından. Çətinliklər ola bilər, o sözsüz. Amma ki kişiliyi xəyanətdir, mənə onlarla ölçmürlər. Bu momentdə demək istəyirəm, sənin qızın oldu da, məsələn, həmən kişilərin. İstəyərsən ki, onun əri tam sənin xasiyyətində olsun, ay kişi. İstəyərsən ki, belə əzab versin sənin qızıva, sənin gülü və çiçəyi və. İstəyərsən, o da kiminsə qızıdır da. Nə olur? Mən kişiyəm, mənə olar. Gedə! Böyle böyüməyib. Bunun dodağında ananın südü getməyib. Getsin işi ilə məşğul olsun kişi də. Getsin yazışsın. Ancaq söz deyir, mən kişiyəm, mən olar. Ancaq söz, bə, hərəkətdə göstər də. Kişi səncə sözdədir, bə. Kişi hərəkətdədir ya. Ümumiyyətlə kişiliyi mən ölçürəm. Xanım
necə geyinirsə, necə görsənirsə, bu kişinin üzü odur. Öyle düşünürsən, kişilik odur. Elə kişilər var, xanımlar nə bilim, tökülürlər, yazıqlar. Evin işlərindən, elə sən kişi deməyindən. Budur kişi. İndi əsəbləşəcəm lap qızlar. Şənərlərdə yazın da, mən düzəm ya yox. Tamamilə yəni, oğlanlar da, problem orasındadır ki, mən bunu danışıram. Bəzi oğlanlar deyirəm. Məndə oğlan takipçiləri var, məndə 50% qızdır, 50% oğlan. Onlar yazırlar ki, mən düz deyirəm. Yəni, indiki biraz nəsil bizdə tamamilə başqa ağılda gəlir. Uşaqlar, çox sağ olun, məndən iyidir. Bəyəndinizsə like qoyun, rəy yazın, əzizlərim. Sizi çox istəyirəm, dəhşət çox istəyirəm. Çox sağ olun ki, varsınız. Minnətdarım sizə. İnanıram ki, bu qızın ağlına başına gələcək. Və burada köhnə videoma baxmamızsa, bura basıb köhnə videoma baxırsınız. Burada da logom durub. Logoma basıb takip ata bilərsiniz. Sizinlə Anur Əsəmər idi. Sabahədək, yol bir günədək.